mühakimə etmək daha doğrusu. Sual verdim, cavab verdi. İstənilən bir cavabı verə bilər. Yəni doğru nəticəyə də gələ bilər, yanlış nəticəyə də gələ bilər. Səhv cavab da verə bilər, əsassız da cavab verə bilər. Əsas olan odur ki, neyləsin? Fikir yürütsün, cavablandırsın. Yəni məqsədimiz burada şagirddən doğru cavab almaq deyil. Məqsədimiz sadəcə onu bir sözlə danışdırmaqdır. Ünsiyyət qursun, danışsın, düşünsün və fikir yürütsün. Ona görə şagirdlərin fikirlərini mühakimə etmirik. Ən sonda müəllim bütün fikirləri yazılı lövhədən müzakirə aparırlar. Şagirdlər özləri bir nəticəyə gəlirlər, həmin sualla bağlı. Bu strategiya həm fərdi, həm də qrupla aparıla bilər. Ən əsası şagirdlərdə motivasiya yaradır və bir də özgüvən formalaşdırır. Niyə özgüvəni formalaşdırır sizcə? Çünki hamı öz sözünü deyə bilir. Sərbəstdir, azaddır. Qorxmur ki, bunu deyərəm birdən səhv olar. Müəllim məni danlayar, deyər niyə öyrənməmsən dərsi, niyə filan şeyi bilmirsən. Ona görə də özgüvən yaranır və əlbəttə ki, dərs başlayandan uşaq bir fikir söylüyorsa, bir söz deyirsə, özgüvən onda artıq yaranır. Özünə inanır ki, mən də nəsə dedim. Elə uşaqlar var ki, əslində danışmaq istəyir, amma utanır, çəkinir, danışa bilmir, fikrini ifadə edə bilmir. Qorxur, çəkinir çünki müəllimdən. O halda özgüvənsiz olur. Dərs prosesi də onun üçün artıq maraqsız olacaq təbii ki. İkinci üsulumuz adlanır Eller-Venn diaqramı. Hər gün testlərdə işlədiyimiz üsuldur.